Bəhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından artıq istəyən, ellərdən küsərəm, səndən küsmərəm. Gözləri misaldır axan çaylardan, kipriyin oxlardan, qaşın yaylardan, qarşımıza gələn uzun aylardan. Ellərdən küsərəm, səndən küsmərəm. El içində bizə dərlər sayadlı, tərlan oxsusuyam, ruhum qanadlı, İlham pərisinin açığı dadlı, dillərdən küsərəm, səndən küsmərəm. Mən ki, bilməz idim nədir məhəbbət. Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü köksümdən çıxarıb oynatmadınmı? Mən ki, nəğmə deyib bənövşələrdən, peşəm zövq almaqdır bir şux dilbərdən. Məndən uzaq gəzib dolanıb hərdən, qəlbimi sıxmağa can atmadınmı? Min hicran könlümü alınca elə, zərrəcə halıma yanmadım belə. Müşfiqin qəlbini tez alıb elə, onu röyalardan oyatmadınmı? Onu röyalardan oyatmadınmı? Alqışlarınız üçün hər birinizə çox təşəkkür edirəm. Və ilk öncə təşəkkürüm İlham xanım və Zivər xanım sizdədir ki, mən 3 ildir ölkəmdən uzaqda xarici təhsil alıram və ölkəm üçün çox darıxmışam. Bugün özümü çox şanslı hesab edirəm ki, vətənimdə, sizlərin qarşısında və bu səhnədəyəm. Çox xoşbəxtəm bugün. Və bugün xüsusi alqışları, xüsusi təşəkkürü mən Həsən üçün istəyirəm ki, Həsən bugün ən sevdiyi şeiri bizlərlə, sizlərin qarşısında, mənimlə bu səhnədə bölüşüb. Həsən çox özəl, fərqli bir gəncdir. Fərqlidir, lakin bizlərdən biridir. Bunun üçün sizdən Həsənə ürəkdən alqışlar istəyirəm bir daha.